Bakı, Gəncə və Sumqayıtı su basıb. Yağan yağışlar bu şəhərlərdə ciddi fəsadlar törədib, bəzi küçələrdə keçilməz gölməçələr yaranıb. Ağsuda ekskavatorun aşması nəticəsində bir nəfərin öldüyü bildirilir, yaralılar var. Azı 10 uşaq olmaqla 40-dan çox vətəndaş evlərindən təxliyə olunub, Fövqəladə Hallar Nazirliyi bildirib. Qurum açıqlayıb ki, Nazirliyin xilasetmə qüvvələri Bakı, Gəncə, Sumqayıt və Abşeron üzrə su basmış ərazilərdən suyu çəkməyə və digər təhlükəsizlik tədbirləri görməyə başlayıblar. Birləşmiş Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən ictimai televiziyaya bildiriblər ki, yağış və kanalizasiya kollektorları yüklənib, çünki yağış normadan artıqdır. Güclü yağış və küləklə müşayiət olunan qeyri-sabit hava şəraitinə görə Fövqəladə Hallar Nazirliyi əhaliyə xəbərdarlıq edib ki, müvafiq təhlükəsizlik qaydalarına əməl etsinlər. Zərurət olmadığı təqdirdə yaşayış yerini tərk etməsinlər. Sonuncu dəfə Bakını ötən ilin oktyabrında sel basmışdı. Həmin vaxt körpü altında maşında qalmış 2 nəfər həyatını itirib.